Salam hörmətli izləyicilər. Biz əgər dünyanın siyasi xəritəsinə baxsaq, burada Yaponiyanın o qədər də böyük bir dövlət olmadığının şahidi olarıq. Həqiqətən də bu belədir. Yaponiyanın quruda ərazisi 377,9 min kvadrat kilometr məsafəyə bərabərdir. Ancaq bilirdinizmi ki, Yaponiyanın okeanda olan ərazisinə görə dünyada 8-ci yerdədir və okeanda məxsus olduğu ərazinin həcminə görə dünyanın bir çox böyük dövlətlərinin quruda olan ərazisindən böyükdür. Beynəlxalq dəniz hüququna, dəniz qanunlarına görə sahil xəttindən 370 kilometr məsafəyə qədər olan ərazi həmin dövlətin ərazisi hesab olunur. Məhz Yaponiyanın okeanda malik olduğu ərazinin sahəsi isə 4,4 milyon kvadrat kilometrə bərabərdir. Bilirsinizmi bu nə qədər ərazi eləyir? Məhz Yaponiya həmin okeanda olan təbii ehtiyatların hesabına, qazın, neftin, balığın, mineral maddələrin hesabına öz iqtisadiyyatını qura bilir və Yaponiyanın 126 milyon əhalisi var və o cümlədən də 14 mindən çox irili xırdalı adalara məxsusdur. İndi gəlin Yaponiyanı bir anlığa biz Çinlə müqayisə eləyək. Çinin deməli quruda olan ərazisi 9,6 milyon kvadrat kilometrə bərabərdir. Təxminən Yaponiyadan 25 dəfə böyükdür. Amma Çinin okeanda olan ərazisi isə 960 min kvadrat kilometrə bərabərdir. İndi müqayisə eləsək görərik ki, Yaponiya okeanda malik olduğu ərazilər Çinin okeanda malik olduğu ərazilərdən dəfələrlə böyükdür. Bu da Yaponiyanın böyük üstünlüyü deməkdir. Sağ olun, kanalıma abunə olmağı unutmayın.